Okean cərəyanları haqqında danışacağıq sizinlə. Öncə bilmək lazımdır ki, okean cərəyanları daimi küləşlərin təsiri ilə formalaşır. Şimal yarımkürəsində daimi küləşlər sağa, cənub yarımkürəsində isə sola meyl edir. Ona görə də ekvatordan şimalda olan cərəyanlar sağa, cənubda isə sola meyl edəcəklər. Cərəyanlar suyun temperaturuna görə iki yerə bölünür. İsti okean cərəyanları və soyuq okean cərəyanları. Suyun temperaturuna görə iki yerə bölünür. İsti okean cərəyanları və soyuq okean cərəyanları. Bəs bunu necə müəyyən edirlər ki, hansı isti, hansı soyuq? Ətraf sulara nisbətən suyun temperaturu isti olan cərəyanlar, isti cərəyanlar, ətraf sulara nisbətən soyuq olan cərəyanlar isə soyuq cərəyanlar adlanır. Və əsasən, belə yadda saxlayın, soyuq cərəyanlar yüksək enliklərdən alçaq enliklərə, yəni qütblərdən ekvator xəttinə doğru gəlir. Deməli, soyuq cərəyanlar necə gəlir? Qütblərdən ekvatora. Yəni, qütb istiqamətindən ekvatora doğru soyuq su kütləsi gətirir. Aydındır. İsti okean cərəyanları isə əksinə olur. Ekvatordan qütblərə doğru özlərlə bərabər isti su aparırlar. Bir qayda olaraq bunu yadda saxlayın ki, soyuq okean cərəyanları əsasən yüksək enliklərdən alçaq enliklərə, yəni ekvatora doğru, qütb enliklərindən ekvatora doğru gəlirlər. İsti okean cərəyanları isə ekvatorialdan qütblərə doğru gedir. Təbii ki, burada istisna, analoqu olmayan, bənzəri olmayan deməli, Somali cərəyanı var. Soyuq cərəyandır. Ekvatordan tropikə doğru, yəni qütb istiqamətində soyuq cərəyan, soyuq su kütləsi aparır. Bu istisna bir haldır. İndi gəlin baxaq. Görək ki, bunlar hansı şərait yaradır? İsti okean cərəyanları gətirdiyi su isti olur, düzdürmü? İsti olduğuna görə isti su nə edər? Əlbəttə buxarlanır. Buxarlandığı üçün burada duzluq çox olacaq. Demişik ki, buxarlanma harda çoxdursa, duzluq orada çox. Deməli, isti okean cərəyanlarının suyunun duzluluğu daha çoxdur. Bu su buxarlandı, qalxdı göyə. Göydə bulud yarandı. Bulud yarandığına görə nə olar? Əlbəttə ki, yağış yağar. Deməli, isti okean cərəyanlarının təsiri altında qalan ərazilər yağıntılı ərazilərdir. İsti okean cərəyanları yağıntı gətirir. Necə baş verdi? Bir prosesi təzədən təkrar edirəm. İsti okean cərəyanı, isti su gəldi, isti su qalxdı göyə, buxarlandı. Yuxarı qalxanda qalxan hava şəraiti yaradır. Qalxan hava şəraitində də alçaq təzyiq formalaşar. Ona görə də isti okean cərəyanları sahillərə bol yağıntı gətirir. Və deyirik ki, sahillərdə buxarlanma ilə buxarlanma qabiliyyəti arasındakı fərqin azalmasına səbəb olur. Soyuq okean cərəyanlarında isə tamam əksinə soyuq su kütləsi olur. Soyuq su kütləsi yuxarı qalxa bilmir. İsti hava həmişə yuxarı qalxır, soyuq hava isə qalxmır, ağır olur, aşağıda qalır. Soyuq cərəyanlar soyuq su gətirdiyinə görə soyuq hava yuxarı qalxa bilmir. Ona görə burada alçaq təzyiq sahəsi formalaşır. Enən hava alçaq təzyiq sahəsi. Ona görə də sahillərdə quraq iqlim formalaşdırır, səhra yaradır. Deyirik ki, soyuq okean cərəyanları sahillərdə buxarlanma ilə buxarlanma qabiliyyəti arasındakı fərqi artırır və burada səhraların formalaşmasına səbəb olur. Məsələn, soyuq Peru cərəyanı Atakama səhrasını yaradır. Çili ərazisində. Sonra Kaliforniya ərazisində səhra və yarım səhralar formalaşır. Kanar cərəyanı böyük səhranın formalaşmasına təsir göstərir. Bengel cərəyanı Namib səhrasını formalaşdırır. Qərbi Avstraliyada quraq iqlimi səhraların yaranmasına səbəb olur. Deməli, soyuq okean cərəyanları necə oldu? Quraq iqlim, arid iqlim şəraiti yaratdı. Bəs dedik ki, biz isti okean cərəyanlarında duzluq çoxdur. Soyuq okean cərəyanlarında necədir? Soyuq okean cərəyanlar buxarlanma getməsi üçün duzluluq nisbətən azdır. İndi soruşsalar sizdən ki, hansı cərəyanların suyu daha duzludur? İsti cərəyan götürəcəksiniz. Hansının duzluluğu nisbətən azdır? Soyuq okean cərəyanı götürəcəksiniz. Buxarlanma ilə buxarlanma qabiliyyəti arasındakı fərqi azaldır. İsti cərəyan götürəcəksiniz. Buxarlanma ilə buxarlanma qabiliyyəti arasındakı fərqi artırır. Soyuq okean cərəyanları götürəcəksiniz.
Yüksək təzyiq enən hava yaradır, soyuq cərəyan götürəcəksiniz. Səhra yaradır. Səhralarda yüksək təzyiqdir. Qalxan hava alçaq təzyiq sahəsi yaradır, isti okean cərəyanı götürəcəksiniz. Düz radiasiyanın yaranmasına səbəb olur, soyuq cərəyanı götürəcəksiniz. Çünki səhrada düz radiasiya olar. Səpələnən radiasiyanın yaranmasına səbəb olur, isti okean cərəyanı götürəcəksiniz. Çünki buludlu hava şəraiti yaradır və səpələnən radiasiya hakim. Şimal yarımkürəsində cərəyanlar sağa, cənub yarımkürəsində isə sola meyl edir. Və bu cərəyanlar daimi kütlələrin təsiri ilə yaranır dedik. Gəlin indi bu cərəyanları biz tanıyaq. Birinci başlayaq soyuq okean cərəyanlarından. 1. Kaliforniya cərəyanıdır. Dedik ki, soyuq cərəyanlar qütblərdən ekvatora doğru gəlir. 2. Peru cərəyanıdır. Perunun Atlantik okeandakı analoqu, yəni bənzəri, oxşarı Bengi cərəyanıdır. Hind okeandakı analoqu isə Qərbi Qərbi Avstraliya. Avstraliya. Analoqu olmayan cərəyan Somali cərəyanı. Peru, Bengel və Qərbi Avstraliya cərəyanları qərb küləşləri cərəyanının qoludur. Qərb küləşləri. Dünyanın ən uzun cərəyanı demək olar buna. Sonra burada Kanar cərəyanı var. Soyuq okean cərəyanıdır. Bir də burada Oyaşio cərəyanı var. O yəqin ki, sizə düşməz. Sonra gəlirik. Bu da burada laborator soyuq cərəyanı var. Qeyd edə bilərik. Sonra gəlir isti cərəyan. İsti cərəyanlar isə dedik ki, əsasən necə gedir? Ekvatordan şimala doğru və yaxud qütblərə doğru. Qütblərə doğru. Bu Gviana cərəyanı, bu isə Braziliya cərəyanıdır. Burada Antil cərəyanı var. Sonra Golfstream, Şimali Atlantika, sonra Norveç. Norveç cərəyanı. Norveç isti cərəyanı burada Norveç və Barents dənizlərini donmağa qoymur. Sonra burada Şimal Passat, Cənub Passat və Passatlar arası əks cərəyan olacaq. Hind okeanında isti cərəyanlardan musson cərəyanı var. Musson cərəyanı. Ona görə də Şimal Passat formalaşmır. Cənub Passat formalaşır. Hind okeanında Şimal Passat formalaşırmı? Şimal Passat cərəyanı formalaşırmı? Yox, formalaşmır. Onun yerinə musson küləşlərinin təsiri ilə musson cərəyanı yaranır. Amma Cənub Passat var. Bir də burada dedik ki, Krosio isti cərəyanı var. Sonra burada isti Mozambik cərəyanı, bir də onun davamı İğnəburnu cərəyanı var. Avstraliyanın şərqində isti Şərqi Avstraliya cərəyanı var. Sonra burada Şimali Sakit Okean cərəyanı və Alyaska cərəyanı mövcuddur. Alyaska isti Şimali Sakit Okean cərəyanı, Alyaska cərəyanı isti okean cərəyanları hesab edilir. Əsas sizə düşər. Bundan başqa cərəyanlar var. Bu Irvinger və s. Bunlar öyrənməyə ehtiyac yoxdur. Əsas ehtiyacı olan məhz bunlardır. Və Passat burada da var. Şimal Passat, Cənub Passat burada da. Sonra burada Angola, Yeni Gvineya cərəyanı var. Sonra burada isti Angola cərəyanı var. Deməli, bura Gvineya cərəyanı, bura isə isti Angola cərəyanı mövcuddur. Əsas imtahana düşə biləcək cərəyanlar bunlardır. Cərəyanlara, yəni abituriyentlər üçün, yəni bu bizim cərəyanlar mövzusunu təşkil edir. Burada bir dənə də Falkland cərəyanı var. O da qərb küləşinin qoludur və o da soyuq cərəyanıdır. Burada Patagoniya səhrasının yaranmasına səbəb olur. Patagoniya yaylası səhra və yarımsəhralardan ibarətdir və soyuq Falkland cərəyanı təsiri ilə formalaşır. Bəli.